Beni 93-cü ildə bura Bakıya dəvət edərkən ben bilirdim ki, burada ne kadar çətin, ağır vəziyyət. Benim elimde nə silahlı dəstə vardı, ne benim ordum vardı, ne benim bir gruppam vardı, hiçbir şey yok. Sual olunur, ne arkalandı Heydər Əliyev? Durdu geldi Bodrum'un içine girdi. Halka, düz değilsin. Size, halka, eğer ben size inanmasaydım, ben size itibar etmeseydim, ben size arkalanmasaydım, ben bu məsuliyyəti özlərimə götürə bilməzdim. Ben bugün də sizə arkalanıram, sizin dəstəyinizə arkalanıram ve eminəm ki, sizle birlikte biz Azerbaycan'ı bundan sonra daha da yükseklere kaldırırız.